Belə bir dollara kolleksiyaçılar arasında xüsusilə ABŞ və Avropada böyük tələbat var. Söhbət dövriyyədə olmamış və unikal seriya nömrələri olan bu cür möhtəşəm dollar nümunələrindən gedir. Bu cür əskinazlar binary serial number, yəni ikili rəqəmli əskinazlar adlanır. Seriyada yalnız 2 rəqəm, indiki halda 0 və 1 təkrarlanır. Bu ikili seriyalı 2 əskinaz yanvarın 6-sında Heritage Harac evində 292 dollara, bizim pulla 496 manata satılıb. 1996-cı ilin bu 100 dollarlıq əskinazı isə xətalı bir dollardır. İlk baxışda hər şey qaydasında gəlsə də, sağda 100 yazısına diqqət yetirdikdə ABŞ xəzinəsinin yaşıl möhrünün olmadığını görürük. Normalda 100 dollarlıq əskinazda yaşıl möhür bu hissədə olur. Bu çap xətası böyük ehtimalla çap maşınında yaşıl mürəkkəbin tükənməsi nəticəsində baş verib. Çox qısa müddət dövriyyədə olmuş bu nümunə eyni hərrac günündə 439 dollara, bizim pulla 746 manata satılıb. Videonu bəyənməyi unutmayın.